Bu gün də inşallah yeni bir ayəyə başlayıram. Ki, Əhl-i Beyt Quranda mövzumuzla bağlı yeni bir ayə ilə istəyirəm başlayaq söhbətimizə. Bu da Əhl-i Beyt haqqındadır. Belə ki, İnsan surəsindədir ayələri. Bir hadisə baş verir. O hadisə ilə bağlı ayələr nazil olub. 2 dənə versiya oxudum ki, bir surənin özü tam şəkildə Əhl-i Beytlə bağlı nazil olub. Bir ehtimal da budur ki, 18 dənə ayə 5-ci ayədən 22-ci ayəyə qədər Əhl-i Beytlə bağlıdır. İnşallah bugün imkanımız olsa o 18 dənə ayəyə bir göz gəzdirin. Amma mən başlayıram. Hadisən niyə baş verdi, bir onu toxunaq. Birinci məlumatımız olsun, ondan sonra ətrafına danışaq. Deməli, İmam Həsən və İmam Hüseyin xəstələnir. Bu xəbər Peyğəmbərə yetişir. Peyğəmbər bunu görür. Ondan sonra bunu İbn Abbas nəql edir. Və Əli əleyhissalama deyir ki, Əlican, sən o 2 balan üçün ki, sağalsınlar deyənə nəzir orucu elə. Ki, nəzir orucu elə, 3 gün oruç tutacam. Görünən budur ki, insan boyuna düşən öhdəlikləri icra eləməklə yanaşı mənəvi mövzulara diqqət edəməlidir. Həkimə getməlidir, dərsini oxumalıdır, imtihana hazırlaşmalıdır, amma dua da eləməlidir. Ələl-xüsus bu anlar, bu saatlar duaların qəbul olan vaxtıdır, dua elin özünüzü. Və bu bizə bir mesajdır ki, insan bu mövzularda da belə Allahla danışmalıdır, Allahdan kömək də istəməlidir, öz boyuna düşənləri icra eləməklə yanaşı. Əlican, Həsən də xəstədir, Hüseyin də xəstədir. Nəzir ilə 3 gün oruç tutarsan sağalsalar. Əmir-ül-Mumin dedi, baş üstə, ya Rasulallah. Həzrət Zəhra dedi, mən də qoşuldum. Mən də tutacağım. Fizzə xanım dedi, mən də qoşuldum. Maraqlıdır, burada Fizzə xanım da var. Və eyni zamanda İmam Həsən və İmam Hüseyin dedi ki, ata, biz də sağalsaq, biz də nəzirliyik. Oruç tutacaq inşallah. Və bu şəxslər belə bir niyyət edirlər və oruç tuturlar. Sağlandan sonra İmam Həsəndən İmam Hüseyin oruç tuturlar. Oruç tutanda qapı döyülür birinci gecə. Amma orucu necə tuturlar? Bilirsiniz, o dönəm ki, lap əvvəlləri var idi, Mədinənin ilk əvvəl günləri, ilk illəri çox çətin iqtisadi şəriət, iqtisadi vəziyyət çox çətin idi. Əmir-ül-Muminin hətta gedib borc elədi, deyir, iftara, nəsə hazırlamaq üçün. Arpa aldı, gətirdi verdi Həzrət Zəhra, Həzrət Zəhra onu un elədi. Ondan sonra öz əlləri ilə deməli çörək hazırladı və 15 dənə çörək pişirir. 3 gün üçün, 5 gün, 1 gün üçün, 5 gün, belə. Yəni bu şəkildə Əmir-ül-Muminin borc eləyib, Həzrət Zəhra çörək pişirib. Və bu şəxslər nəzir orucu eləyiblər və axşam vaxtı birinci günü inşallah ki, iftar açmalıdırlar. Elə bu zaman bir miskin qapını döydü. Bunların da olan qalanlar o çörək idi. Məsələn, belə deyək ki, kəmiyyət baxımdan az bir şey veriblər. Yəni, 5 dənə çörək idi. Amma 5 dənənin hamısını veriblər. Veriblər ki, sən əli boş getmək də. Özləri o günlər ac qalıb. Tarix bunu deyir. Sabahsı yenə oruç tuturlar. Bu zaman yetim gəlir, bir şəxs gəlir və o da yalvar yaxar edir. O da döyür məsumların qapısını, belə deyək, kömək istəyir. Yenə də ikinci gün iftarlarını o cürünə su ilə açırlar birinci gün kimi və verirlər bu şəxsə, o gedir. 3-cü gün əsir gəlir. Quran ayələri deyə bunlar. Miskinən və yetimən və əsirən. Əsir gəlir və yenə də verirlər. Yola salırlar 3 gün. İndi bəzən də sual yarana bilər ki, adam 3 gün ac qala bilər. Niyə də qalmasın ki? Niyə də qalmasın? Mümkündür. Adam var 10 gün, 15 gün. Təfsir-i nümunənin yazanlar deyir ki, biz özümüz 22 gün o cürünə su ilə iftar elədik. Bəzi adamlar görsün, məsələn, o cürünə saxlayırlar neçə günlərlə, yalnız su içirlər də. Yəni, yoxladıq, gördük, olur. Yəni, qeyri-mümkün də bir hadisə deyil, mümkün bir hadisə deyil. 3 gün çörək yemədilər, yemək yemədilər, su ilə iftar elədilər. Və məsələ bitdi. İmam Həsənlə İmam Hüseyin əlindən tutub indi Əmir-ül-Muminin sübh vaxtı gəldi Peyğəmbəri görmək. Peyğəmbər gördü ki, çox zəifləyiblər. Hətta Həsənlə Hüseyin titriyir. Rənglər də saralıb, deyin. Bəli, titriyib, rəngləri saralıb və narahat oldu. Deyir,
Onlarla birlikdə evə qayıtdı. Gəldi, gördü Əziz Zəhra mehrabda əyləşib, namaz mehrabında. Evində bir mehrab var idi, orada əyləşib, o da çox zəifləyib. Elə o anı idi Əziz Cəbrail nazil oldu. Bu ayələri gətirdi. 18 dənə ayəni gətirdi. 15 dənə çörək verilib Allah yolunda, 18 dənə ayə gəlib. Maraqlıdır bu. Və bu mövzu, yəni İslam alimləri, burada deyəcəm sizə nə qədər sənəd əhl-i sünnə mənbəsindən, dəyərli qardaşlarımızın mənbəsindən ki, baxın görün nə qədər dəqiq mövzudur ki, əhl-i beytlə bağlı bir mövzudur. Və ailələr sizə deyəcəm. Deyirlər, özü fəqir gəldi, neyədir? Qapını döyür, birinci gün məsələn gələn deyir, Əssəlamu aleykum əhlə beyti Muhammed. Ay, Peyğəmbərin ailəsi salam olsun sizə, mən qapınızı döymüşəm. Mənə kömək edin. Və bu şəkildə onlar gedirlər və ayələr də gəlir. Mən bura qədər işim yox. Burada bir neçə dənə məqam var ki, onu toxunmaq istəyirəm. Birinci sual budur, mövzu budur, Oqtay mənim. Əsir kimi idi ümumiyyətlə? Əsir hardan? Bəziləri istəyiblər ki, bu mövzu aid olmasın Əhl-i Beytə, deyiblər Məkkədə nazil olub. Əhl-i Beytə aid olmasın deyənə istəyiblər bu sözü, bu şayəni yaysınlar ki, bu surə Məkkədə nazil olub. Amma burada bir kəlmə var, əsir kəlməsi. O bir sübutdur ki, bu ayə Mədinədə nazil olub, bu ayələr. Çünki Peyğəmbərə əsir haçan oldu? Müharibələr ki, baş verirdi, Bədir və digər müharibələr, orada bəzəni əsir götürürdülər. Və Peyğəmbər zamanında hələ zindan yox idi. Hələ Peyğəmbər təzə gəlmişdi. Onu Peyğəmbər tapşırıq vermişdi ki, bunları neyiniyin? Hər müsəlmanlara orada tapşırmışdı, hərəsini biriniz götürün, saxlayın, yeməyini verin, bir şey tapmayanda başqasından kömək istəyin, acı da qoymayın, onlarla diqqətli rəftar edin və s. Olan bəs hidayət olur sonradan və s. Ona işim yoxdur. O əsirlərdən biri bəzi vaxtlar, məsələn, bir şey yemək almaq üçün, sahabələr ki, əziyyətli vaxtlar, çətin vaxtlar idi. Sahabələr birlikdə gedərdilər başqa sahabələr ki, onun imkanı var, qapısını döyərdilər, kömək istəyərlər. Bəzi o əsir də tək gedərdi. Bu o əsirlərdəndir ki, yəni görünən budur, kafirdirlər. Kafirdir bu əsir. Çünki oradan tutulub da Məkkə müşriklərindən kafirdir. Amma kafir olsa da belə Zəhra qapısını döyüb, özü bilir hara gəlmək lazımdır. Bilir ki, bu qapı belə deyək də kəramət qapısıdır. Kərəmli insan, kəramətli insanlardır bu şəxslər. Gəlib bu qapını döyüdü ki, mənə kömək. Maraqlı tərəf bu tərəfdir ki, Həzrəti Zəhra Əhl-i Beyt özü ac qalır, o şəxsi yedirdir. Bunu baxın, təslim təfsirə də çıxdı qabağıma, Əl-Mizana çıxdı qabağıma. Mövzu budur. Çox maraqlıdır. Bu Əhl-i Beytin gör nə qədər bəşəriyyətə məhəbbəti var. Görün, insanın qarşı nə qədər bunların sevgisi var ki, yəni o şəkildə də belə əli boş göndərmir qapıdan. Da zaten vuruşmur da müsəlmanlarla da, belə deyək, artıq əsirdir. Amma onu neynəmir? Qapısından geri göndərmir. Yəni adam Əhl-i Beyti bu cürlə tanıyır ki, biz onun qapısına yetsək, görürsən bizi əli boş göndərər. Bu cürlə insanlar məgər səni əli boş mu göndərər? Sən bunları bu cürlə tanı. Bu bir nöqtə. Bu ayədə necə çıxardırıq? Ayəni oxuyuram o hissəsini. Və bu mövzu ki, Əhl-i Beyt haqqında da bir dənə bunu deyim sizə. Əl-Qədir kitabı, Əllamə Əminin kitabıdır. Əl-Qədir kitabında 34 dənə tanınmış əhl-i sünnə alimlərindən stat gətirir ki, Ayətullah Əmini bu mövzu 5 kimsəyə aiddir. Daha doğrusu bu mövzu Əleyhisselam, belə deyək, Əziz Zəhra, orada Həsən və Hüseyn, Fizzə xanım da oradadır. Onlara aiddir. Mən bir ikisini yazmışam sizə. Hakim Həsqani, əhl-i sünnə alimidir. Şəvahidut Tənzil kitabında. Cild 2, səhifə 394. Orada da qeyd olunub. İkinci, Zəməxşəri əhl-i sünnə alimidir. Kəşşaf kitabında. Cild 4, səhifə 607. Ki, bu 5 nəfərə aiddir. O kəslərə. Yəni, Həsən əleyhissalam, İmam Hüseyin, Əmirül-Mömin Həzrət Zəhra və Fizzə. Yaxşı, bu gələm. Və ayə budur. Yut'imunə tam ələ xubbihi. Miskinən və yetimən və əsira. Yaxşı, əsirdə izah verdim. Və onları yedirdilər. Davamına nə dedilər? İnnəmə nut'imukum livəcihillah. La nuridu minkum cəzaən və la şükur.
Biz bunu minnətlə verməmişik. Sağlığımızı təşəkkür də gözləmirik. Heç sözdən bir şey də istəmirik. Adi bir dənə belə təşəkkür eləyəsən, o da istəmirəm səndən. Əhl-i-Beyt bu qədər ixlaslıdır. İxlasın təcəssümüdürlər. Adi bir adam çox sağ ol deyər ha. Hərdən görürsən, hələ bəziləri bir-birinə deyir, uman yerdən küsərik, elə gözləntilər o qədər çoxdur ki, Əhl-i-Beyt deyir ki, sizdən ummuruq, təşəkkürünüzü də ummuruq heç. Əhl-i-Beyt xəttində olanlar belə yaşar. Mən deyirəm, o tərəf təqdir eləməsin ha. O tərəfin də vəzifəsi bu da neynəsin? Adam yaxşılığa təqdir elə. Amma mənim, sənin vəzifəm bu olsun ki, heç sən ummayaq. Bizim Əhl-i-Beytimiz belə olub. Bu cürünə baxıb məsələyə. Bu bir məsələ. Davamında nə deyək? Baxın, mən sizə etdiyi bu yaxşılığı heç istəmirik sizdən. Ümumiyyətlə, insan xeyrxahlıq eləyən insanlar, yaxşı iş görən insanlar neçə qrupdur? Bir qrupu cəmaat onu xeyrxah kimi tanısın deyənə xeyrxahlıq edir. Başa düşürsünüz? Bir ömür niyyəti, fikri, zikri budur ki, cəmaatın elin içində xeyrxah kimi mənə tanısınlar. Ona görə yaxşılıq edir. Bir qrup insan. Bir qrup insan ona görə kömək edir ki, görür əl çəkmir qarşı tərəf, üzə düşüb. Belə deyək, bizim dilimizdə bağışlayır. Getmir də, əl çəkmir də, yığandadır, ay Allah, bu yenə yıxdı. İnsanlar verin, çıxsın, getsin. Bəziləri belə verir. Bəziləri rəhm hissindən verir. Ürəyi yanır, rəhm hissi. Bəziləri məhəbbətdən verir. Sevərək eləyir. Rəhm hissinə məhəbbətin fərqi var. Baxın, mən bir dənə sizə məhəbbət mövzusuna toxunum Quran-ı Kərimdə. Musa Peyğəmbərin hadisəsində Musa ki, dünyaya gəlir, xəbər ki, gəlir, yetişir, oddan qabaq ki, bir oğul uşağı dünyaya gələcək, neynəyəcək? Səni taxtdan, tacdan salacaq, o da neçə mindən uşaq öldürdü də, 120 min tarixdə oxumuşdum bir vaxt ki, nə qədər oğul uşağı dünyaya gəlirdi, öldürürdü oğlanları, 120 min. Yuzabbihunə əbnəəkum və yəstəhyunə nisəəkum. Öldürürdü, zibh edirdi, kesirdi başları. Musa təki dünyaya gəlməsin. Qurban olduğum Musanı da dünyaya gətirir. Ayəyə baxın. So deyir, ən əqzi fihi fit tabut. Qoy uşağı sandığın içinə. Ayım. Musa'nın anası. Fəqzi fihi fil yəmmi. At onun il çayına. Fəyulqihil yəm bis sahil. O narahat olmasan çaya at. Çaya mənlə bir eləyəcək mi, sahilə çıxartsın onu. Çay onu boğa bilməz. Mən ona izin verməmişəm. Yaxşı. O çay da mənim itaətimdə. Ona əmr eləyəcəm, çatdırsın ara. Sahilə. Yaxşı. Yəxuzuhu əduvvunli və əduvvunləh. Onu götürəcək onun düşməni. Ayə budur. Mənim də düşmənim, onun da düşməni. Götürəcək. Özü Allah dəqiq danışır. Yəni, anasına deyir ki, biri var, adam bəzi vaxtlar görürsən bir nəfərin sakitləşdirmək üçün necə gəlir danışır. Yaxşı olacaq, yaxşı olacaq. Dinən, dəqiqliyi ilə bəzi mövzuda. Demə, hər şey adam yerində. Amma belə bəzi vaxtlar insan mövzunu qarşı tərəfə izah eləsin. Necə izah eləməlidir, hansı şəkildə? Allah da burada konkret danışır. Bax, mən sənə deyirəm, bu uşaq Fironun əlinə keçəcək. Keçəcək? Bəli. Onda necə olacaq? Narahat olma. Əlqəytu aleykə məhəbbətən minni lintusna'a alə ayni. Elə məhəbbət ötürəcəm ki, Fironun qəlbinə Musa ilə bağlı. Musa uşağa rəhmi gəlib, Firon uşağa rəhmi gəlib saxlamayacaq, sevib saxlayacaq. Bir var, ürəyi yanır, uşaq deyir. O ürəyi yanandır. 120 uşaq öldürən ürəyi yanar. Elə eləyəcəm ki, ürəyi başına bəla olacaq. Yaxşı da, bəzi vaxt ürək başa bəladır. Nə olacaq? Öz qatilini qucağında böyütəcək. Özü qulluq eləyəcək, özü sevəcək, özü xidmətində duracaq, öz qatilini asasında böyütəcək. Öz də onun evində böyüdəcəm. Və ona başa salacağım ki, heç sən qəlbivə sahib çıxa bilmirsən. Deyirsən, ənə rabbukumul əla, mən Rəbbəm. Sən necə Rəbbsən ki, bir dənə qəlbivə yiyə çıxa bilmirsən, nesən? Hansı qəlbdən, hansı mövzudan sən dəm vurursan? Bu ayə nədir? Bu ayə budur ki, Firon məhəbbət üzündən saxladı Musanı. Bir var rəhmət üzündən, bir var məhəbbət. Bir var insanlar bir nəfərə ürəyi yanır kömək eləyir.
bir də var sevərək eləyir. Yaxşı. Görün nə qədər ehsan eləyənlər neçə cürdür. Bu ayə ki deyir Allah Taala bunlar itam elədi, hansı şəkil idi? Neçə dənə saydım axı. Bəziləri xeyirxah kimi tanısınlar, ona görə eləyir. Bəziləri rəhm hissindən eləyir. Bəziləri bezib eləyir. Bəziləri sevib eləyib. Bunlar niyə eləyib? Ayə nə deyir bizə Əhl-i Beyt haqqında? Ayə bizə deyir, yut'imuna ta'amə əla xubbih. Sevərək bu işi etdilər. Əla xubbih. Nəyi sevdilər, etdilər? Bunun haqqında neçə dənə bəhs açıblar. Əl-Mizan təfsirinin müəllifi deyir ki, əla xubbit ta'am. Yeməyi iştahaları var idi. İstəyirdilər, yesinlər, amma keşiklər verdilər, getdi. Təsnim təfsiri yazır. Qurtubi də bunu yazır. Əhl-i sünnə alimidir. Yazır ki, yox. Xubbihidən məqsəd əla xubbillah. O qədər Allahı sevirdilər ki, itam elədilər, getdi. Bəzi müfəssirlər yazır, əla xubbil itam. İtam eləməyi, yedirtməyi sevirdilər, ona görə yedirtdilər. 3 cür versiya. Bir var, yeməyi istəyir, amma da o da istəyir. Özü istəyə-istəyə verir, gedir. Bu Əl-Mizan. Təsnim və Qurtubi. Əla xubbillah. O qədər çox istəyir ki, deyir də o göndərib də bunu. Çünki hədisdə var, Əl-Miskin Rəsulullah. Sən qapı döyən adam Allahın elçisidir. Allah göndərib sanki. Əli boş qaytarma. O gözünə peşə eləməyib. Yaxşı. Allah, sən bunu göndərmirsən, mən sənə çox aşiqəm. Buyur. Ya da deyək, bəzilərə deyib, itam. Sevir yaxşı iş görmək. İnsanlar iki cürdür. Yaxşı iş görənlər bəzi sevərək eləyir. Bəziləri ki, belə sevmir. Görür, o verir, bu verir, o verir, bu verir. Bu da düşüb da indi verim də sonra deyərlər, vermədi. Yaxud məsələn, Allah xatır yenə də istəməsə də belə nəfsinin əksinə gedir, verir. Hər halda. Mən zahirən zehnimə gələn təslim təfsirinin bu sözü çox maraqlıdır. Əla xubbillah. Allahı sevdilər, ona görə neynədilər, itam elədilər. Burada Oqtay müəllim bir dənə də nöqtə var. Onu da deyim, qalanı qalsın inşallah sabaha. İcazəmizlə. Burada nöqtə budur. Bu ayə 18 dənə ayə gəlib. Kim üçün? İmam Həsən, İmam Hüseyin, Həzrəti Zəhra, Həzrəti Əli. Orada bir nəfər də var, Fizzə. Fizzə hansı məqama çatıb ki, Əhl-i Beytin yanındadır, o ayələr ona da şamildir. Görünən budur, bir dönəm insan Əhl-i Beytin xadimi olsa, nökəri olsa, din üçün bir iş görsə, din üçün çalışsa, çox böyük məqamlara yetişər. Elə bir yerlərə yetişər ki, bax, bu qədər. İndi ayələrə gedin, baxın, görün, Allah onlara nə deyir. Və bu bizə bir dənə də mesajdır ki, hərdən deyirsən, Əli kimi ol, Zəhra xanım kimi ol, o imamdır, o xanım Zəhradır, o peyğəmbərdir. Deyib, bir dəqiqə deyən, Fizzə, xanım Fatimə dövrü, Fizzədir. Necə gəldi çatdı o məqama? Bir ömür Əhl-i Beyt qapısındadır. Əhl-i Beyt qapısındadır. İnsan bir dönəm Əhl-i Beyt qapısında yaşasa belə olar. Elə bir xanımdır ki, Əmirül-Müminin Fizzəni necə dua edib, bilirsiniz? O qədər sevdim bu duanı. Allah şahiddir. Bax duaya deyir, Allahümmə barik lənə fizzətənə. Allahım fizzətənə deyir. Bizim fizzəni bərəkətli elə. Əhl-i Beyt deyir, o bizimdir. O bizə aiddir. O bizə xastdır. Bizim üçündür. Bu xanımın eynə bərəkətdir. Hələ bu qədər, hələ ayələr qaldı ki, bəzi sözləri deməliydim, demədim. Bu qədər tanıyın bugün Əhl-i Beyti ki, bunlar kimdir? Bunlar heç nə ummur bizdən. Heç nə istəmir bizdən. Bizi Allah üçün istəyir. İxlaslarının zirvəsi də budur. Pik həddədirlər. Hətta İsardır ya bu. Bir var infaq, bir var İsar. İnfaq budur ki, varımdır, verirəm. İsar budur ki, özüm ac qalıram, sənə yedirdirəm. Əhl-i Beyt budur. Olanını verir. Hə, özü də ac qalır. Özü 3 gün. Adama bir gün qapısını döyərlər, deyər yoxdur. Hə? Verər daha doğrusu. İkinci gündən get də daha qutarda dünən eləmişəm də. 3 gün. Allah da qurban olduğum elə imtihanlar edir görsən. Hə, bu həyat maraqlıdır. Allahın
lütfləri çoxdur. İnsan onları dəyərləndirə bilsə. Bu qədər bugün davam edəcəm inşallah. Sağ ol, Allah nəsib eləsin. İnşallah. Hacı, xanım Fizzə özdə həmişə Quran ayəsi ilə danışan xanımdır, doğru? Bəli, istəsəz sabah biraz xanım Fizzən biraz qoy nəsib olsun. Fizzə xanıma biraz da əlavə eləyərəm. Bəli, Quranı əzbər bilib. Neçə il Quranla cavab verib. Möhtəşəm. Belə bir xanım. Bəli. Allah razı olsun hacı. Allah sizdən Heç inanırsınız gəzmək istəmirəm sizin sözünüzü. Allah sizdən razı olsun. İstəyirəm elə danışasınız. Çox. Allah köməyiniz olsun. Buyurun, buyurun. Mən dünən mənə bir sual vermişdilər. Sizin də yadınızdadırsa əgər. Çox qəşəng sual vermişdim. Ona təşəkkür edirəm. Sual bu idi ki, Quranda bir yerdə Allah Taala buyurur, bir Ənbiya surəsindədir ki, Allah Taala deyir, mən bu dünyanı oyun və əyləncə üçün yaratmadım. Başqa bir ayda var ki, innəməl həyatud dünya ləib. Bu dünya oyundur, əyləncədir, bəzənməkdir, özü ilə öyünməkdir, özü ilə fəxrləməkdir və s. Bu, sanki belə görsəndir ki, bu iki dənə ayəsində ziddiyyət var. Birinci ayədə deyir ki, mən oyun üçün, əyləncə üçün yaratmadım. İkinci ayədə deyir ki, oyundur. Nə oldu, bu ziddiyyətdir? Yox, ziddiyyət deyil. İzah verim. İcazənizlə ki, elə bilirəm, yaxşı da sualdır, sağ olsunlar. Deməli, bir misal çəkim, izah verim. Yaxşı. Nəzərən ki, bir ata övladına tak ki, bir oyuncaq, bir oyun ləvazimatı alır verir. Deyib, bala götür. Niyə alır verir? Ona görə alır verir ki, uşaq məsələn zehni yorulur dərs oxumaqdan. Alır verir ki, bir yarım saat gün ərzində 1 saat oynasın, biraz beynin sakitləşsin, sonra dərsini oxusun. Bu ata məntiqli addım atıb, düşünüb addım atıb. Uşağın yalnız elə oxu, uşağın bu tərəfində fikirləşib, düzdür? Uşaq da başına döndüyümüz deyək, bütün gün nə inir? Alıb oyuncağı əlinə, nə inir? Oynayır. Uşaq bir ata bir gün görür, 2 gün görür, 3 gün görür. Ay bala, sən oynamaq üçün yaranmamısan. Sənin öhdəliklərin var bala. Sən bir gün oxumasan, sabah neyniyərsən? Sən ömrünü oynamaqda keçirməməlisən. Daha uşağın ixtiyarı yoxdur ki, ata oyuncağı sən almısan axı. Ata o oyuncağı almaqda hikmətli addım atıb. Ona görə oyuncağı verim ona ki, get dərsini oxu, hərdən də oynaya bilərsən. Hərdən oyna, beynin yorğunluğu yetsin, zehnimin yorğunluğu yetsin, dərsini oxu. Ya başqa ifadə deyim sizə. Məsələn, görsən biri zavod tikir, böyük bir holdingin sahibidir. Zavodda bir dənə də otaq tikir, istirahət otağı ki, gün ərzində işçilər gəlsin, bir yarım saat, 40 dəqiqə çay içsin, dincəlsin və s. Bir nəfər işçi də gəlir, oturur da bütün gün səhərdə axşam çay içir, yemək yiyir. Axırda məhsullardan biri neysən? Deyir, istirahət eləm. Nə istirahət? Deyir, qapının üstə yazmamış istirahət otağı. Üstə yazmışsaq istirahət otağı. Deyir, hə. Deyir, mən istirahət eləm. Deyir, kişi bildi ki, biz zavodu tikməmişik, sən istirahət eləyəsən. Biz zavodu tikmişik, sən işləyəsən, hərdən də bir 40 dəqiqə istirahət eləyəsən, yorğunluğun çıxsın, gəlib işvi görəsən. Yaxşı. İndi Allah Taala da bu dünyanı yaradıb. Bəli, oyun bu dünyanın tərkib hissəsində var. Amma daha oyunda başvı qatırsansa, həyatı ləhv-ləyib eləyirsənsə, həyatı oyuncağa çevirirsənsə, bu sənin müşkülündür. O amma hikmətli addım atıb. Sən bu cürünə yaşayırsan, o başqa bir şeydir. Allah bu dünyanı niyə belə yaradıb, o başqa bir şeydir. Allah bu dünyanın tərkibində oyunu qərar verib. İstirahətə icazə verib, əyləncəyə icazə verib. Bu hikmətdir. Hikmətdən qaynaqlanır. Amma sən bütün ömrünü oyuncaqda keçirməməlisən. Ona görə Allah Taala Qurani Kərimdə hətta Hədid surəsindədir. Buyurur, İ'ləmu ennəməl həyatud dünya la'ibun və ləhvun və zinətun və təfaxurun beynəkum və təkasurun fil ənvali vəl-əvladi. 5 dənə söz deyir Allah Taala, dünyanı sıralayır. Çünki insan adətən pərakəndə yaşayan, ilahi hədəfdən uzaq düşmüş insan, ilahi məqsədlər üçün, amallar üçün yaşamayan insan, başını dünya qatmış insan belə yaşayar. Birinci deyir oyundur, sonra deyir ləhvun. Ləhv nədir? Ləhv ona deyirlər ki, mühüm işləri qalıb, başın qatıb qeyri-mühüm işlərə. Ən mühüm məsələ qalıb, elə işə qatıb başını ki, o 10-cu dərəcəli işdir. Ona deyir ləhvun.
Sonra deyir zinətun, zinət bəzənmək. Özü sıralamadır ya, uşaq olanda oynayır. Bir dönəmdən sonra keçir, mühüm məsələ qalıb, qeyri-mühüm məsələyə başı qarışıb. Bir dönəmdən sonra keçir, güzgün qabağındadır bütün günü. Elə güzgün qabağında özünə baxır, paltar, giyim, bəzənmək, bitki həyatı. Bir pillə də gedir qabağa, təfaxurun beynəhum, özü ilə fəxr eləyir, özü ilə öyünməyə başlayır. Başa düşdün, təfaxurun beynəhum. Bir dönəmdən sonra ki, evlənib, övladı, nəvələri var, təkasurun fil ənvali vəl övladım. 5 dənə nəvəm var, 4 dənə oğlum var, malım orada, villam burada, maşınım orada. Allah bu insanın həyatını belə təhlil edir Hədid surəsində. Amma Allah onu bunun üçün yaratmamışdı ki, bu öz həyatını belə yaratdı. Allah bunu yaratmışdı ki, demişdi ona ki, وَمَا خَلَقْتُ الْاِنْسَ وَالْجِنَّ اِلَّا لِيَعْبُدُونِ Mən səni yaratmışam ki, sən mənə bəndə olasan. Sən qeyb ilişib qalmışsan, mən neyniyim? Ona görə 2 dənə ayəni yan-bayan qoyanda Allah deyir, mən səni oyun və əyləncə üçün yaratmadım. Amma dünya oyundur. Çünki sən başını qatacaqsan bu dünyada, bütün günü oynayacaqsan. O oyun da dünyanın tərkib hissəsi idi, lazım idi. Amma bütün günü oynamaq da bir şey deyil. Bütün günü oynayırsansa, xilqətin hədəfinə uyğun yaşamırsansa, bu sənin müşkülündür. Amma o başqa addım atmışdı, sən başqa iş gördün. O başqa şey istədi, sən başqa şey istədin. O neynəsin? İnna hədəynahus səbil. İmma şakirən və imma kəfura. Biz sizə yolu göstərmişik. Özün bilərsən. İstəyirsən oyna, istəyirsən düzgün yaşa. Hər halda inna lillah və inna ileyhi raciunsan, mənə qayıdırsan. İnnəkə qadih ilə Rabbikə kədhən fə mulaqih. Gəlib məndən görüşəcəksən. Ya cəlalımla görüşəcəksən, ya cəmalımla görüşəcəksən. Hər halda görüş günümüz qabaqdadır. Bu, dünənki sualın cavabı idi ki, inşallah verir.